Bacanaqlar serialı başladı. Ama bu Mahal bala gözəl uşaqdır, mən onu çox istəyirəm. Belə eləyədən, bunun adını bir samballı yerdə bəlkə qeyd eləyək. Ya da ehtiyac yoxdur istəyirsən, sonra problem olacaq. Bunun Mahal bala üçün yatmışam, bunun qismən 100 manatdan 50 manatına Mahal balaya bir planşet al. 600 manatı görmüşəm. Yerdə qalan 50'sində də 1100 manatlıq notebook var. Ondan alarsan, vay balamız oynasın, necə oynasın. Sağ ol, paylaşdın, sağ ol. İsmət, məhəbbət əmsi gedib buna bir cəməli hədiyyə ala bilmədi. Amma nə dəxlisi var, almış kimi bir şeydir. Gələ bu 100 manatın 50'sini gedib xərcləyərsən. Şiş, belə qatdana versə beter olur, 800 manatı. 50'sini ondan alarsan, 50 manatı da nə ala bilər? Uşağın ən sevimli oyuncağı nədir? PlayStation. 600 manatlıq yoxdur, bahalı, ondan alarsan. Buyur qaqa, bu cibinə qoydum. Çok anlatsana. Ay Mahal. Gəl biz topdan oynayalım. Alsın ha. Ne ağzın var? Sen beni bura sındırmağa çağırmışsan ha. Niye ne de beni cemaatın yanına sındırırsan? Deydin ki ad gündür zirme pul göydün bana. Demiştim de ne ad günüdür. Ana demiştin yani güle güle dedim. Yani benim zarafa deyirsən. Ben de bir ad günüdür. Yaxşı. Mahal bir dənə gəl bura, Mahal bir dənə gəl bura. Ne yapalım? Get oyna. Al ama. Bravo, olar. Hərəsi 100 verirsən, prama 200 ver. Hayır lazımdır. Neyse. Get şuna. Fərəhli çıxsın da. Adı olsun sən. Salih Əminə. Hayır. Abbas dayısın de. Siz ne severdiniz? 100 verir. 100 bravo. Buna toptu bir, buna toptu. Ama bunu Abbas dayım verir. Geçen 5 manatı bir qəşək top alırsan oynayırsan. Yoksa eğer 5 manatı topum olur, 3 manatı var, ben alaram sağ. Sen gelip aldadar olar seni, uşaq seçer. Oyna, kes oyna. Ay Talib, Arzu özün yaxşı hiss eləmir. Deyəsən yeməkdən zəhərlənir. Çox pis. Gəl götür, gəl tez. Talih Arzunu apardı xəstəxanaya. Görək başımıza nə oyun gəlir. Hər şey narahat olma, yaxşı olacaq hər şey, narahat olma. Sən mənim əsəblərimdə oynayırsan, qismət. Sən zəhərlənməmisən, mən qol götürüm oynayım. Mənim balam zəhərlənib, qızım xəstəxanadadır. Bura bax, sən niyə simic deyirsən? Qoymayacam heç xəstə buradan. Sən niyə simic deyirsən? Bax, niyə? O nə ət qalıb gətirsən? 4'ten sonra gelirsən bazara ki, nə var hamısı yarı qiymətini alıb gətirəsən. O gün də sevinə gəldin ki, bu əki 4 kiloya almışam, göm-göyat. Elə bilsəydi bu əti həmi bax, çıqardım sənin sifətin o əti. İsmət, anam düz deyir də, o gündə saralmış xiyar almısan, mən də elə bilən banandı, qoymuşam meyvələrin arasına. İsmət, bax, vəfa keç bir tərəfə, səndən işim yoxdur. Qorxma, yaxına gəl. Söz sor, bir dənə söz soruşam. Bala, qorxma, sən də mənim oğlum. Bax, bu nə mayonez almışsan, hə? Salat düzəltmişəm, əziyyət çəkmişəm, 20 dəqiqə doğramışam. Mayonezi vurmuşam, heç kim yemir. Allah, ye. Halal xoşun olsun. Yedir dərini. Niyə pis mayonez döyüyor? Mətləb, deyir o, məscidin qapısı açıqdır, itin avırına nə olub? Qapını açıq qoymuşam, gəlib girmişsən sən, necə sən? Nə gizlisən? Yox, öpüşməyək, avaz istedi, tərri yaxşı deyil. Qətrinə dəydi, mi olaş? Öpüşək görüşəm. Ged işindən məşğul. Hadi yaxşı. Zələn deyirsən, sən xeyri yoxdur. Sinəni şişirdib gəlib, enli kürək, incə ürək işdirəm. Yaxşı, gicləməcinə. Məhəbbət. Yekə oğlansan, yekə kişisən. Bir dilivat çatdır da kişi. Mən həmişə, məhəbbət öz sözünü 5 natvi çatdı. Məhəbbət elə bir oğlandı ki, Başlat da yenə də. məhəbbət heç vaxt yalanıb dediyi üstünə həmişə durursun ki, məhəbbətin adında 2 dənə bu hərfi var. Elə belə oğlan döy məhəbbət. Başa düşdün? Bebe.
Dünən mənə deyirsən ki, mənə qonaqlıq vercinə. Mən də stol açmışam, səhər gözləyirəm. Boş-boşda mənə avar elədin. Avara deyəndə qaqa. Qismət zəng elədi ki, məhəbbət, kəsə bir qonaqlıq vereyim. Mən də seçim qarşısında qaldım. Mən indi sənlə oturub yeyə bilsin, yoxsa yaxşı oğlanlarla. Ona görə də elə qismət seçdim. Deyim, yaxşı oğlanlar. Nə ciddisən yenə. Hadi əlini çəkə. Şəbalı. Nə də? Ver görmə açarı. Açarı. İqruşka zat da öyrət İqruşka da götür qoy cibinə. Burada Solpa. zibil zat şey eləmək üçün. Sən Hüseylə yumruq qoyaram. Kimə? Ürək bulantısı verərsən promoya. Eşdin? Mənə ürək. Ölüm nə? Nə olub Sən hə? yumruq vurmamış ürəyin bulandı ki. Yaqın qismətin verdiyi qonaqlıqdakı yeməklərdən zəhərləndim. Artist eləmə kişi. Öyle. Ay uzun elə kişi. Ama ad günündəki qismətin pişirdiyi kebab nə ola, nə ol? Nə qədər dedim ki, ver o kebabı mən pişirim. Vermədi ki. Yandırdı Töytamsın kebablarını ora. Nədir? Ma 20 manat kebabçı pulu verəsiniz. Alamadım qardaşımdan da məndə. Ha, oynama şeylə, telefonla. Bax, şalvarını zaten düzəltmişəm, baba. Mən belə bir fason deyirəm, belə yaxşıdır. Xoşum gəldi, qəşəng. Amma mən də bacı-oğlumla fərqləyirəm ki, çırıq şalvar geyinmir, şey eləmir. Ala bunları. Hay, qulağındakı nədir? Ne yapsın? Dayı, ne yapsın? Ay, onu demirəm, bu nədir, hə? Qulağına sırqa taxırsan sən. Moddu da dayı. Sarı bir dənə şapalaq vurayım, sana şapalaq vurma mod olacaq. Çıxart o qulağındakı sırqanı. Hay, hardan gəldi, düşdü bu. Abbas. Abbas. Ürəyim bulanır. Tez elə kimə zəng elə. Ürəyim bulanır. Nətər istəyirsən gözünü? Vəziyyətim pis. İsmet! Dayı olursan! Elin cibinde olsun! Abbas əlin məşğuldur, sonra danışarıq. Ona qonaqlıydı, ver, ağzına zəhərləndi. Sən bilsən mənim dava dərmanına qədər pulum çıxır. Bir də ki, doya belə təli. Pulun çıxım ala. Ne kadar lazımdır vereceğim de ala. Ala. Ağa, sənin başın xarabdır, sən eləmişsən həyatda hər şey pulla olur, çıxartma bir dənə qoyasan. İsmət, arzuya bir şey olsa səndən başqa cür danışacağım. Başa düşdün? Başa düşdün? Bacanaqlar serialı reklamlardan sonra davam edir. Şövkü benli geldi. Kimdir o? Ama doğuşan yesi. Yaxşı ola. Ay daha bu xeyir olsun ya. 100% mən doğuşan müalicəsini səhv aparmışam. İsmail, Gülə soruşum eləsə deyim ki, yası düşüb, Xansuvarın yası düşüb. Narahat ol, mən deyəcəm, narahat olma, gizlən. Hanı Xansuvar doktor? Xansuvar, nəsə olub bəyəm, yoxdur Xansuvar. Mənim doğuşamın nəsə verir, doğuşanın ürəyi bulanır. Ürəyi bulanır. Yok, bugün Xansuvar doktor burada yoktu. Yasları düşüb. Hə, düzdür, yası düşüb atam, yası düşüb. Özü yaxın adamıdır ölən, yaxın adam. Bu qırxazadı görə yola versin. Qırxazadı, sonra gəlsin. Yası düşüb. Dosa, sən elə burada məndən qaçıb düzənə biləcəksən, hə? Mən qaçıb düzənə biləcəksən, nə sən elə? Can ay bacı, can. Tək ki mən zəhərlənərdim, sənə bir şey olmazdı. Yıxdız ey anamı böyür üstə, yıxdız.
Deyirsən siz istəmirsiniz ki, anam mənim toyumu görsün, nə oynatsın qucağında. Atama demişəm də, dala çəkilmək yoxdur. Qoy düşsün bu işin üstünə, qanuni yollarla qismət əmini cəzalandırsınlar. Onda da deyirəm o. Ay qız, bu nə danışır? Neyniyim ay Vəfa? Talihə dedim. Dedi sən mənim işimə qarışma. Ərizə yazacağım, qismətdən 5000 manat alacağım. Bir səndə evimizin də təmiri yarımçıq qalıb. Bu yarımçıq vaxtı mən Talihə nə deyə bilərəm ay Vəfa? Oy, bir qatı. Sağ ol ay Arzu. Qismətin evində yaşa, çörəyini ye, bir dəfə zəhərlənən kimi də ver onu polisə. Yaxşı, mən böyüklərin söhbətinə qarışmıram, mən getdim. Özünüz bilərsiniz. Tez ol buraları yığış elə yenə. Məhəbbət zəhərlənibdir. İndi mətləb məhəbbəti gətirir evə. Az, hani sənin qarnının döşəkçəsi? Hə? Tez ol qatığı bas qarnını. Tez ol. Bastı xala. Hayca. Yavaş. Gəl. Sağ ol. Özünü oynayla. Gəl başımı dönüm. Az o tərəfə, biraz o tərəfə. Uzan. Gəl. Elə kömür. Ustu başına dönüm bala. Ayca. Bəs xala bu yaman zəhərlənir. Biraz fikir verin bu xəssiyə. Oldu, mən getdim. Sağ ol. Sağ ol başına. Can. Bastı xala. Can bəsdi xala, can boş. Şey aldı, ne onun qatıq almışdın. Qatıq. Ha, o ha, o versin de. Qatıq mətbəxdədir, qoy bir saat gətirirəm. Ay mama, qatıq mətbəxdə deyil, mənim qarnımdadır. Dayı olursan, he? Hem uçtuluk verdi ha ben. Öyle şey uçtuluk düşür. Buyur. Buyur buna uçtuluk. Bir iş Ferdana vermiştuluk versene. Ala. Əziyyətimizin bəhrəsidir görürük. Mən də öskürə tutuyor səni. Ne işlə? Sona xanım hamilə deyil, ürək bulanmasının səbəbi zəhərlənmədən irəli gəlir. Dayı olmuram. Zəhərlənir. Ay, zəhərlənib də ölməyib ki. Sənin nə işinə qalıb? Gec tez sən uşağı məndən istər. Dur, get. Bəsdi xala. Aycan. Mənim sarıtel oğlum qatıq oldu. Yox, qatıq deyil, qadan alım. Bilirsən nə dərdi? Sən bərs zəhərlənmisən, başın zadın fırlanır, gözün qabağına elə qatıq gəlir. Sarı telləyir, orada başını dönüb sarı tel. Qoy öz yerimə qalxım. Etibar. Necəsən? Yorulmayasan. Necə Talih? O, həyat var imiş. Bırak. Bu kaldora unitaz qoymuşsan ha. O usta fantaziyası kimi yaxşı şeydir. Qapıdan girdin. Yaxşıdır. Sadəcə oğlum Baçoku, unitazın Baçoku. Yaxşı işləmir, o su getmir nəsə. Onu bir əl gəzdirərsən oğlum. Talih mən onu elə belə görmüşəm. Sonra götürüb onu qoyacağım hamama mən. Ha, onu rəbləşdirməmsən. Yox, Şeylə, onu oradan tez yığışdır. Tez yığışdırarsan oğlum, tez yığışdırarsan. Sən nə işlə məşğulsan burada? Talih mən bunu açmaq istəyirəm. Yaxşı, etibar bir dəqiqə dayan mənə, ay oğlum. Qadanam, bu bura suvar qaldı. Bunu bura nəsə birləşdirəndə belə bağlamaq üçündür. Başa düşdün, fikir verir. Xanım mənim, gəl bunu dedəm, mən də bayaqdan qırıram bunu. Etibar, deməli Arzu, uşaq, Sadda, evdəşlər.
Qismətin evində nəsə yeyibdilər, zəhərlənibdilər. Başa düşürsən, biraz söz-söhbət yaranıbdı. Qardaş, mənim ailəm uşağım qismətin evində nə gəzir ki? Niyə də zəhərlənir? Düzdür? Düzdür. Ay sağ ol, evin təmirini qutar, ailəm uşağım köçdü. Yaxşı, boşuna dön. Olar? Oldu tabii. Bir də bu aşağıdan baxanda gördüm bu qonaq otağıdır, yataq otağıdır, pəncərəsindən nəsə var, sən elə bil hörülüfdür, belə pis dizayn deyil, amma nədir o? Ay Talib müəllim, sən demədin ki, pul azdır. Ay sən. Getdim pəncərənin qiymətini də öyrəndim. Bu kərpicin qiymətini də öyrəndim. Gördüm ki, bu pəncərə var ha, kərpicdən bahadır. Ona görə mən də kərpic aldım. Onu hördüm, qutardım ki, rahatçılıq olsun da Talib müəllim. Sizə də belə ekonomik Ay sağ ol. Bir işi üç dəfə görəndə ekonomik olur. Sən belə bunu fikirləşən ustanın alnından öpmək lazım. Mən öz evimdə elə bir qazamatda yaşayacağam da elə bir türmədəyəm bir ömür, eləmi? Qoy kaskanı bir alnından öpüm. Amma işıq çəkməyəcəm, Talib müəllim. İşığı var. Bu işığa dönmez səni. Dərsən. Hano Ceylan, hə? Hano Ceylan, hano vəfa. Tez ol, tez bana oradan bir stəkan su gətir. Dərman atım, əsəblərim sakitləşir. Ay nənə dur. Dərmanı atsan, əsəblərin sakitləşəcək. Orada girib nə danışasan? Heç nə. Sən yaxşı bir gir içəri, onların payını ver, sağ ol. Öləm cüz versin. Get. Bura bax, hey! Cəmaatı dillə zəhərlədiyiniz bəs deyil. İndi də yeməyinə zəhər qatırsınız. Bəlkə o öləydi. Bəlkə ona bir şey olaydı. Bana ne cevap vereceydiniz? Sen nənəmə bana ne cevap vereceydiniz? Arzunu oğlundan boşatdırandan sonra üstüne arvad gətizdirdin. Ne oldu? İndi arzu qədri bilən olmusan. Həmayır, neyinirsən sən? Nə olub? Görürsən ayana. Özgə vaxtı nənəmi bəyənmirsən. Görürsən nətər sən tərəfini saxlayır. Sənə görə bu işçi də minib avtobusa gəlib bu davaya. Bacanaqlar serialı reklamlardan sonra davam edir. Ya bir dakika saçta. Ne olur abi? Ne olur? Ay Talib Bey, gəlin çıxın da. Bir-birlərini qırırlar, bilmirəm ki, neyini. Saçta şimdi ne olur burada? Ha, nə olub deyəndə sizin üstünüz mənə doğuşamı nəsə verib, doğuşamım zəhərlənib. Doğuşan zəhərli. Doğuşan zəhərləmsən xan. Bəli, zəhərlənib. Haqqı zəhərlənir. Zəhərlənib. Bildiğimiz zəhərlənmək. Bəli. Zəhərlənsin nə var ya? Gözümüz aydın. Doğuşan da zəhərlənib da. Belə oldu. Ha belə oldu. Mən doğuşam haqqında belə danışdınız. Bəli, sən doğuşan. Mən sizin haqqınızda şikayət edərəm, siz görərsiniz. Ay qorxdum. Az bir su gəlsən ürəyim yatdı. Dur. Hər şey. Belə də sən bura şikayət eləmə. Get ümumi dünya doğuşanları qoruma komitəsi şikayət. Nə oldu? Şələşülən götür. Xoş gəldin. Sən balladan bir Siz görərsiniz, mən sizə dedim, görərsiniz. Doğuşandan oturubdur, doğuşan. Şikayət. Vay, xansı var doktor. Gözünüzün altı nə yaman qaralıb. O gözünüzdəki o tərəfə salın ki, görünməsin. Hansı var? Bağışda var, yumruğu onu atırdım. Bu səhifən sənə deydi. Vay. Bu sana paptı bir... Geri qaytar. O vapşi bundan da pisdir. Bir eşki səhv oldu. Özgə vaxtı heç arzuyla maraqlanmırsınız, Nə lazımdırsa özümüz eləyəcəyik. Heç sizin səs-küyünüzə ehtiyacımız da yox. Bax, nə arzu salmışsınız? Mən arzunu demirəm. Mən kürəkənin məhəbbətdən danışıram. Onu zəhərləmişsiniz. Laydıvarı zəhərləmişsiniz. Heraklı zəhərləmişsiniz. Mən getdim dərs oxumağa. İclas eləyək.
Getdim ərzasına qol özüm çəkdim. Talib müəllim, Nə oğlum? çox təşəkkür edirəm. Məni müdafiə elədiniz o Şövq müəllimin yanında. Ya o nə demək? Mənim borcumdur qadan alıb. Doyuşam da, doyuşan gör sən neyini yiyəm. Gözünün altına bir dənə qoyarım, deyim ovcuna düşər, yer də yoxdur vurma. Əlqi çək, hə? Sən nə tər adamsan, hə? Hansı var, sənin əvəzinə gətirib bura bir dənə qoyun bağlasaydım, indi çoxdan həkim olmuş. Mən! Sən nə tər həkimsən, bura gəl, hə? Buraya. Ələsgər müəllimin atına nə yem vermişdinsə, balası ana südündən zəhərləndir. Hələ də tövlədə bütün atlar analarına kinli baxır. Mais müəllim papağanı gətirdi ki, danışa bilmir, bunu öyrədə bilərsinizmi? Neynəmsən, eləməmsən, Mais müəllim hər gün sən deyir ki, bu papqa 24 saat söyüşsün. Yox, Talib müəllim, bu papuqa məsələsində mənim günahım yox idi axı. Ha? Yazımıza gəlib mən o papuqayı müalicə edirdim, onu danışmaq öyrədirdim. Siz də gəldiniz, dirəşdiniz papuqanın yanında ki, mən iclas keçirəcəm. Elə iclasda nə demirsiniz? Hamısını yığıb papuqaya əzbərləyib. Elə mi? Bax, şunun iclasımızı davam edək. Gülya, xahiş edirəm, sən çıx, daxan mən baba bir iclas eləyəcəm burada. Papuqa zad yoxdur ki? Papuqa yox. Sadat, İsmail, açın qulağınızı eşitin. Sizin! Sənin də! Mərinki! Sizi kimi! Gördün? Hə, bunu da getdik. Ya Allah, ha, getdin, getdin. Üçün boşaldı, birində boşaldılar, getdik. Getmir axı da. Ha, ürəyim bulanıqdır. Mən qardaşına söz vermişəm, bir halmışam, getdin. Hə, hə. Getmir. Diyecə bura. Ha, bura. Keçdin. İki kuru kart, çizecek kuru. Davay. Çizecek kuru. Keçdin orada, keçdin banka. Keçdin bunu tələ geçsin. Davay. Hə. Mən sənə hər düdüyü eləyirəm, Amma mən sənə demişim, mən sırğal aldım, almadın ki. Sən yarılamsan, get, mən təşkil eləyəcəm, getdin. Dayı, ay dayı. Hadi, nə deyim? Mən tanışlarım var, bu sırğa satan. İstəsəm gedək onlardan alaq təşkil edirəm. Ayşe, uca gördün, bax, mən beynimə saldı. Sən get. Tanışlarım var, onlarda qəşən sırğalar. Ona sırğadır, sən taxmısan qulağı. Həm sırğam, Nə sırğadır? öz sırğamdan budur. Ay dayı! Ala, birini aldım, birində dənən qardaşım. Başıma ikincisi hanı? Qardaşın təşkil eləyə. Getdik. Qoy, özünü təm tutma, başına, get. Çatdı fikrim sizdə! Həm ağzım ağrıyır sizə söyməkdən. Vadar eləyirsiniz, Gülyan yanında danışamıram, hər şeyi eşitməsini istəmirəm. Amma mən vadar ol bunlar deyirəm. Gülya qızım, gəl. İşimizə ciddi yağın aşağın, əziz dostlarım. Müəllim. Hə, qadam. Gələn dəfə iclas edəndə xahiş edirəm, pəncərəni bağlayın. Bütün iclasın aba-havası çöldə idi. Qonşu ofislərdən də şikayət gəlir yəni. Görürsünüz, məni vadar eləyirsiniz. Şirkətimizin sirrini çöldə eşitirlər. İş planımızı, biznes tərəfini, hər şeyi çöldəşlər eşitirlər. Bir də Talih müəllim, sizə bir xəbərim var. Məktub gəlib bizə. Ümumdünya heyvanların hüquqlarını müdafiə fondundan şikayət. Gülüçka, sən bir dənə çıx. Pəncərən bağlı xansı var. Gözəl ol, Gülüçka! Bağlıdır. Səsini başına atıb qonşuları konsertə yığma bura. Kürəkənini mən zəhərləmişəm.
Qızımı da mən zəhərləmişəm. Hə? Nə bilim? Bəlkə sən qızınla sözü bir yerə qoyub, birləşib mənim kürəkənimə oyun qurub onu aradan çıxartmaq istəyirsiniz. Heç eybi yoxdur. İndi mən sizi gedib məhkəməyə verərəm, onda məni tanıyarsınız. Get ver, get ver. Heç hara getməyə ehtiyac yoxdur. Mən əti də, mayonezi də verdim laboratoriyaya. Ekspertiz elif qərar verdilər ki, zəhərlənmə onlardan olmayıbdır. Bəs nədən olub? Nədən olub bəs? Orada deyirlər ki, bəlkə turşudan ola bilər. Mən də bu evə turşu alıb gətirməmişəm. Turşudan? Turşudan adam zəhərlənmir, başına dön. Dayan bəsdir, dayan. Turşunu bu evə sən gətirmişsən. İndi mən səndən şikayət eləyəcəyəm, bəsdir. Hələ də atlar anlarına kinli baxır. Sağ ol ay Arzu, sağ ol. Sağ ol. Sağ ol ay Vəfa. Vəfa nə idi? Heç eybi yoxdur. Mən indi sizi polisə verərəm, onda siz məni... Bəsdir! Dayan! Bəsdir, dayan. Turşunu bu evə sən gətirirsən. Bir dəqiqə sən. Aç, beni bırak görüm açar ha. Uşaq. Ürəyim bulandı. Sən yumruq vurmamış ürəyim bulandı. Ahmetlər. Ne olur? Asfet dayın hele. Talih mənim, mən onu elə belə qoymuşam. Mən onu sonra götürüb qoyacam mən hamama. Sən neynədir ki? Talih mənim, mən onu elə belə qoymuşam. Sonra götürüb onu qoyacam hamama. Ha, onu vura biləşdirməmsən. Yox, Deyəsən yeməkdən zəhərlənim nədir? Çox pisdir. Gəl görüm, gəl tezən. Şuraya. Sizdən çalışsın. Qadın. Sənin nə işinə qalıb? Gec, sən uşağı məndən istə. Dur, çocuğum olmaz bura. Bir dənə çıxın, hamı da çıxsın. Dayı olursan, dayı. Muştuluğunu ver, muştuluğunu ver. Elə şeyə muştuluq düşür. Qoy. Baxım. Bir dənə ver, muştuluq istədik səndən də. Əziyyətimizin bəhrəsidir, görürük. Alın tərimizdən qazanmışıq bu pulu. Adam çok şad oldum. Hello my friend, what's your name? Polat. Polat, what is it? Ünsiyət yaradıram. Heç nə sıxılmayıb, bu dəqiqə yola sarım bunları. Qismət! Ay Talih, sənin xəbərin var ki, hamı sənin ananın gətirdiyi turşudan zəhərlənir. O nə tortdu gətirib vermişsən bizə? Bizi zəhərləmək istəyirdin, torunundan gəlsin. Mən neyniyim? Tamam, Mən saxlayırdı, Gəl bura, bilmirdiniz. Hayatınla. Mən üstümə düşürləri. Sənin üstünə düşən var, səni görüm mən. Burada sana fil var. Bura gəl, bura gəl. Ay məhəbbətim, gəldim sadəyəm ki, sən mənim anamın hazırladığı turşudan zəhərlənmisən. Amma mamam dedi ki, elə eləmək lazımdır ki, bax ha, məhəbbət onu bilməsin. Ay mama, deyirəm bəlkə laşın altına bu kələmi qoyun. Narahat olma, mən getdim Qismətə dedim ki, Qismət, anamdan şikayət eləsən, sənin ağzının üstünə bir tək qoyarım, belə qoşayıq, cütəyək tək qoyarım, darma, dağır, olar, sağ. Sizdən çox canına qulluq eləyən, belinə şal bağlayan yoxdur, sizdən də çox dərimana buxar edən yoxdur. Səbləşirəm öz-özümə danışıram. Ax Nataşa, kapak qızı. 100 gram vururdu, turşunu yerdi. Derdi Abbascık, davaydı şey diye, gedəcək.
Girirdi 40 derece marozda, göbeği açık girirdi koltuğuma. Gedib Moskvanın düzlərini fırlanırdı. Ama bu darmana darman. Kızları var sizden bir tane şəkil çəkdirək qoyaq istiqraza. İstiqraz yoxsa Instagram? Çekil de benimle. Geç. Buna bak canım. Seninle sonra da çıkın bana. Çıkın bana. Davay. Bir yana bak. Çok. Ay yok. Kalmışlar. Böyle dur. Çıkın bana. Davay. Nasıl edelim ha? Sıfatını getir dəhşət edir ha. Dayı. Tezəsən Ay, arvadın ay, beyni dayı. söndü. Ay, Arvadın dayı. beyni söndü ha. Arvaddan qorxursan bəyəm sən ha? Ay evlənəndə məni başa düşərsən, arvadın beyni söndüsə, kişi dərə düşsün aşağı damla oynasın. Tezə sıfatını getir. Sıfatını getir.